Salam. Əgər yolunuz mənim kanalımdan, yəni Musiqi Nəzərəsi kanalından keçirsə, onda kanalıma xoş gəlmisiniz. Əgər siz də mənimlə birlikdə Musiqi Nəzərəsi fənnini öyrənmək istəyirsinizsə, onda düzgün ünvandasınız. Elə isə gəlin keçək bugünkü dərsimizə. Dərsimiz törəmə pillələr olacaqdır. Ümumiyyətlə törəmə pillələrdən əvvəl bir keçən dərsimizdə, yəni alterasiya işarələrini keçəndə əsas pillələr haqqında məlumat vermişdik. Və mən alterasiya işarələri dərsini keçəndə belə bir söz demişdim ki, alterasiya işarələri fortepianoda qara pillələrlə göstərilməkdədir. Əsas pillələr bu ağ pillələrdir. Amma törəmə pillələr yuxarıdakı qara pillələrdir. Bəs qara pillələrin adları var. Şəkildə görürsünüz. Burada mən şəkil tapmışam bir dənə internet üzərində. Rus dilində yazılıb, amma olsun. Baxın, hərf və heca adları da altda yazılıb ki, artıq siz hərf və heca adlarını bilirsiniz axı. Do ilə re'nin arasına baxaq bir dənə. Baxın, do, re, bilirsinizsə notları artıq çoxdan ki bilirik biz. Do ilə re'nin arasında görürsünüz ki, bir dənə qara pillə qalmış olur. Bu qara pillə nədir? Do'nun zilləşmiş halıdır. Re'nin bəmləşmiş halıdır. Gəlin sözümə aydınlıq gətirim. Biz demişdik ki, fortepiano da sağa doğru, yəni belə getdikcə zilləşir, geriyə qayıtdıqca, yəni sola doğru getdikcə bəmləşir. Baxın, do notundan bu qara pillə, do notundan biraz sağda yerləşir. Görürsünüz, do'dan sonra gəlir də bu. Amma re'dən əvvəl gəlir bu. Deməli, re'nin bəmləşmiş halı, yəni re bemol və do diyez olacaq. Biz demişdik, diyez zilləşdirir, bemol bəmləşdirir. Do diyez, re bemol. Bəs re diyez harda olacaq? Re diyez. Bu nədir? Mi bemol. Davam edək. Baxın. Fa ilə solun arasında baxaq. Fa, sol. Fa diyez, sol, bemol. Daha çalanda biz solu çalmayacağıq. Bemolü çalacağıq. Yəni ifa edərkən. Bəli. Dərsimiz bu qədər idi. Yəni törəmə pillələr digər qara pillələrdir. Bunlar sonradan yaranmışdı. Antik dövrlərdə məlum idi zaten notlar. Amma hərf və heca adları dediyimiz kimi 16-cı əsrlərdə kəşf olmuşdur və 17-ci əsrdə do, ut, yəni ut, re, mi, fa, sol, la, si, do, re, mi, fa, sol, la, si ilə əvəz olundu və dövrlər keçdikcə yeni pillələr yaranmağa başladı. Bu pillələrdə qara pillələr və törəmə pillələr adı verilmişdir. Əgər dərsi və videonu bəyəndinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun.